Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə bu gün keçirilən sınaq imtahanının izahını bölüşürəm. 31-ci suala baxaq. Hansı sırada bütün maddələr gübrə kimi istifadə olunur? A variantına diqqət edirək. A variantında deməli barium nitrat gübrə kimi istifadə olunmur və eyni zamanda da dəmir 2 sulfat da gübrə kimi istifadə olunmur. Natrium xlor isə deməli, natrium xlor da xörək duzudur, o da gübrə kimi istifadə olunmur. A variantı düzgün cavab variantı ola bilməz. Burada B variantına diqqət edirək. B variantında kalium xlor, bəli, gübrədir. Adı Silvindir. Sadəcə natrium xlor gübrə kimi istifadə olunmur deyə B variantı da düzgün deyil. C variantına diqqət edirək. C variantında gümüş PO4 gübrə deyil. Gümüş 3PO4 gübrə kimi istifadə olunmur. D variantında da gümüş nitrat gübrə deyil. Düzgün cavab variantı Y variantıdır. Deməli, karbon O, NH2 karbamiddir. İkincisi, deməli, gübrə perispitatdır. Bir də NH4 sulfat da amonium sulfat azotun gübrəsidir. Düzgün cavab variantı 31-də Y variantı. Keçək 32-ci suala. 32-ci sualda glikozanın deməli qıcqırma yağ turşusunu qıcqırmasından alınan tənlikdir. C3, H7, COOH alınır. Yağ turşusu, deməli, karbon qazı və hidrogen ayrılır. Əmsallaşdırarkən karbon qazının və hidrogenin əmsalı 2 olur. Deməli, 2 karbon atomu burada, 4 karbon atomu burada, 6. Hidrogen, 4 hidrogen atomu burada, 8 hidrogen atomu. Hidrogenlər də bərabərdir, oksigen də bərabərdir. Mol miqdarı təsəvvür edək ki, A mol götürsək, yəni nə qədər götürsək, məsələn, mən bunu 1 götürdükdə bunların əmsalı 2 olur. Və yaxud da mən bunu 2 götürsəm, bunların əmsalı da həmin qədər artır. Yəni, eyni cavab alınır. Ona görə də 1 mol üçün hesablayaq. 1 mol götürdükdə bunu, deməli, buradan alınır 2 mol karbon qazı, bir də 2 mol hidrogen alınır və bunların da M ortasını hesablayaq. 2 vurulsun, M orta necə tapılır? M orta birinci qazın molu N1 vurulsun M1, yəni 2 vurulsun 44, üzərinə gəlsin N2, yəni 2 vurulsun hidrogenin MR 2, bölünsün N1 plus N2, 2 plus 2, yəni 4 bərabərdir. Bu da yuxarıda eləyir 92 bölünsün 4 bərabərdir 23-ə. Düzgün cavab variantı A variantı. Keçək növbəti sualın izahına. 33-cü sualda bizə hidroliz zamanı yaranan mühit verilmişdir və duzlar verilib. Hansı hallar doğrudur? Diqqət yetirək 2 və 3-cü deməli 2-yə və 3-ə diqqət yetirək. 2-də görürük ki, natrium NO3, natrium qüvvətli əsasdır. NO3 isə qüvvətli turşu. Qüvvətli əsas və qüvvətli turşudan əmələ gələn mühit neytral mühitdir. Burada yazılıb əsası mühit. Ona görə 2 düzgün deyil. 3-də də ki, mis deməli zəif əsasdır. Xlorid turşusu qüvvətli əsas. Zəif əsas deməli qüvvətli turşudur. Mühit turş olmalıdır. Neytral yazılıb. 3 də səhvdir. 3 səhv olduğuna görə yerdə qalır. Deməli 2-3 səhv olduğuna görə yerdə qalır 1-4. Bir də ki, dəmir SO4. Dəmir zəif əsasdır. SO4 qüvvətli turşu, mühit olur turş mühit. 4-də də ki, kalium qüvvətli əsasdır. Sulfid zəif turşu, mühit olur əsası mühit. Düzgün cavab variantı Y variantı. Keçək növbəti sualın izahına. 34-cü sual. Bizə maddələr verilib. Adı hansının doğrudur? Natrium NO3 bəli, silli şorasıdır. Kalsium karbonat əhəngdaşı, mərmər, tabaşir adlanır. C variantına diqqət edirək. Kalium nitrat yazılıb ki, Norveç şorası. Bu yanlışdır. Norveç şorası kalium NO3-dür. Kalium NO3 isə Hindistan şorasıdır. Ona görə də C variantı düzgün cavab variantıdır. D. Natrium xlor xörək duzu, kalium xlor da silvin, o da doğrudur. Düzgün cavab variantı C variantı. Keçək növbəti 35-ci suala. 35-ci sualda bizə bildirilir ki, X atomu 3 elektron aldıqdan sonra formulu belə olur. Bu formula diqqət yetirin. Burada ümumi elektronları sayanda 10 elektron olur. Əgər bu X atomu deməli 3 elektron alıb, 3 elektron alıb 10 olubsa, deməli bu əvvəldən bunun neçə protonu olub? 7 protonu, 7 elektronu olub, 3-ünü aldıqda 10-a çevrilib də. Yəni X-in neytral halda 7 protonu, 7 elektronu olub. Baxaq, 7 elektronu, 7 protonu olan element azotdur. Azot üçün hansı ifadələr doğrudur? X atomu normal halda 5 valentli olur. Bu yanlışdır. Azotun maksimum valentliyi 4-dür. 1 yanlışdır. 2-yə diqqət edirək. İkinci dövr 5-i A yarım qrupunda yerləşir. 7 üçün elektron formulu yazın. 1s2, 2s2, 2p, deməli 3.
Bəli, həqiqətən də 2 3-ü toplasam 5 və ikinci dövr elementidir. İkinci dövr 5-ci qrup. 2 doğrudur. İyonun elektron formulu 2s2 2p6-dır. İyon deməli görürük ki 10 elektronu var. 10 üçün 1s2 2s2 2p6. Həqiqətən də 4 üzərinə gəlsin 6. 10 elektronu var. İyon formulu doğrudur. Deməli düzgün cavab variantı 2 3-dür. 4-ə diqqət edirək. X hidrogenlə XH3 deməli X İyonun formulu həqiqətən də 1s2 2s2 2p6, deməli 10-dur. 3 də doğrudur. 4-də X hidrogenlə XH3 tipli üsudu olmayan birləşmə əmələ gətirir. Bu yanlışdır. X azotdur. Azot hidrogenlə NH3 birləşməsi əmələ gətirir və deməli bu uçucu birləşmədir. Qaz halındadır. Ona görə də 4 yanlışdır. Düzgün cavab variantı 2 3 A variantı. Keçək növbəti 36-cı suala. 36-cı sualda spirt, deməli, metil spirti ilə karbon 10-un dəm qazının reaksiyasıdır. Bu zaman əmələ gəlir birləşmə reaksiyasıdır. CH3COOH. Deməli, bu turşu asetat turşusu və ya sirkə turşusudur. 1 doğrudur. Reaksiya birləşmə reaksiyasıdır. Bu da doğrudur. 1 maddə alınıbsa birləşmə reaksiyasıdır. 2 də doğrudur. Reaksiyadan etanol alınır. 3 səhvdir. Etanol etil spirtidir. Bu isə sirkə turşusu. 3 yanlışdır, 1 2 doğrudur. Düzgün cavab variantı D variantı. Keçək növbəti 37-ci suala. 37-ci sualda C5H10O4 monosaxarid üçün hansı doğrudur? Bu sual çox sadə sualdır. Yəni bizə monosaxarid deyirsə, biz bilirik ki, monosaxarid disaxarid və polisaxaridlərdən fərqli olaraq hidroliz etmir. Düzgün cavab variantı da elə C variantıdır. Sonra keçək 38-ci suala. 38-ci sualda bizə verilib X maddəsidir. Amonyak, gümüş piroksidin amonyaklı məhlulundan karbon qazı, gümüş və su alınır. A variantına diqqət edirək, sirkə turşusu amonyaklı məhluluna reaksiya daxil olmur. Gümüş piroksidlə daha doğrusu oksidləşmir. B variantında spirtdir. Gümüş piroksidlə spirt oksidləşmir. C variantında aldehid gümüşlə oksidləşəndə turşu alınır. Burada turşu alınmayıb. Y variantı aldehiddir, yenə də aldehiddə turşu alınır. Burada da turşu alınmayıb. D variantı qarışqa turşusu gümüş piroksidlə oksidləşən zaman deməli gümüş ayrılır. Gümüş ayrıldıqdan sonra yerdə qalır sanki H2 karbon O3 karbonat turşusu əmələ gəlir. Karbonat turşusu parçalanır, karbon qazı və su əmələ gəlir. Düzgün cavab variantı D variantı. 40-cı suala baxaq. 40-cı sualda bizə kalium karbonatın parçalanmasını verib. 500 qram kalium karbonat 60% parçalanıb. Bu da bərabər olur, deməli 300-ə. Deməli 300 qramı parçalanıb. Bizdən tarazlıqda qalanı soruşur A-nı. A görür ki, tarazlıqda qalandır. 500 çıxılsın 300, tarazlıqda da qalır neçə qram? 200 qram. Düzgün cavab variantı B variantı. 41-ci suala baxaq. Bizə göstərir ki, 4 mol X maddəsi yanır və 2 mol X2O5 əmələ gəlir, Q kilojul istilik ayrılır. İstilik effekti sonda yazılan K-dür. K istilik effektidir K. Daha sonra bizə bildirilir ki, X-in yanma istiliyi və X2O5-in əmələ gəlmə istiliyi. Yanma istiliyi 1 mol maddənin yanması zamanı ayrılan istilikdir. 4 mol maddə yanan zaman burada 2 kilojol istilik ayrılır. 1 mol maddə yananda 2 bölünsün 4 kilojol istilik ayrılacaq. Eləcə də əmələ gəlmə istiliyi 1 mol maddənin əmələ gəlməsi zamanı ayrılan istilikdir. 2 mol maddə əmələ gələn zaman 2 kilojol istilik ayrılırsa, 1 mol maddə əmələ gələn zaman 2 böl 2 kilojol istilik ayrılacaqdır. Onda deməli ortaq məxrəc 4. 4 1-ə bölünür 4 dəfə 4 Q. 4 4-ə 1 dəfə Q. 4 2-yə 2 dəfə 2 Q. Deməli 4 üzərinə gəlsin 1 Q olur 5 Q. 5 üzərinə gəlsin 2 Q. 7 Q. 4-də 7 Q. Düzgün cavab variantı B variantı. Keçək növbəti sualımızın izahına. Hansı qaz suda həll olduqda turşu əmələ gətirir? Düzgün cavab variantı D variantıdır. Xlor üzərinə gəlsin su 2 turşu əmələ gətirir. H-xlor və H-xlor O. Xlorid və hipoxlorid turşusu. Hidrogen suda həll olmur, azot həll olmur, metan və amonyak da suda həll olmurlar. Deməli, sonra keçək 43-cü suala. Molekulunda 3 metil qrupu olan C5H10 formullu alken üçün alkenlərdə mütləq bildiyimiz kimi 1-2 qat rabiti olmalıdır. 1-2 qat rabitəsi deməli burada, məsələn, burada metil qrupu birləşdirsəm metil, baxın, yəni 5 karbonu var və 3 metil qrupu var.
Aşağıdakılardan hansı doğrudur? A variantı şaxəsiz quruluşa malikdir, xeyr, şaxəlidir. B variantı molekulunda asimetrik karbon atomu var. Asimetrik karbon atomu o deməkdir ki, bir karbon atomunda 4 fərqli atom qrupu birləşmiş olsun. Burada elə bir şey mümkün deyil. Məsələn, burada deyək ki, indi bunu silgi ilə buradan hidrogeni pozum. Burada karbona deyək ki, məsələn, ən çox şaxələnmiş karbon bunu götürə bilərik, düzdür? Burada karbona deməli birləşib hidrogen, düzdür? Metil, buradakı radikal birləşib, amma 3 fərqli radikaldır. Ona görə də bu düzgün cavab ola bilməz. Molekulunda sp2s hibrid orbitalların örtülməsində 2 pi rabitə var. sp2 hibrid vəziyyətində olan karbon budur, bir də budur. Burada da sp2s karbon hidrogendir. Bir rabitəmiz var. sp2s bu hidrogenimiz buradadır, düzdür? Bir rabitə var. C də səhvdir. D-də deyir ki, cis trans izomerləri var. Cis trans izomeri, bu maddəni yenidən yazım. Cis trans izomerinin olması üçün biz deməli qaydanı dedik ki, birinci iki qat rabitənin birləşdiyi karbon atomlarını yazıram səliqəli. Deməli, iki qat rabitənin birləşdiyi karbon atomlarını yazdım. Bu karbon atomuna nə birləşib? Baxın, iki qat rabitənin birləşdiyi bu karbon atomuna hidrogen, aşağıdan da metil qrupunu birləşdirirəm. Burada da iki qat rabitənin birləşdiyi karbona metil qrupu, aşağıdan da metil qrupu birləşib. Biz dedik ki, belə simmetriya çəksək, bu hissələr, bu radikallar eyni ola bilməz. Əgər eyni olarsa, cis trans izomer əmələ gətirmir. Burada ikisi də eynidir. Ona görə də cis trans izomer əmələ gətirmir. Y H-xlor ilə Markovnikov qaydası üzrə reaksiya daxil olur. Bəli, doğrudur. Biz dedik ki, iki qat rabitə əmələ gətirən karbonlara birləşən hidrogenlərin sayı fərqli olmalıdır. Birində ümumiyyətlə hidrogen yoxdur. Birində bir hidrogen var. Hidrogen çox olana bu hissəyə birləşər. Halogen də bu hissəyə birləşər və Markovnikov reaksiyası üzrə daxil olacaq. Düzgün cavab variantı Y variantı. 44-cü suala keçək. 44-cü suala baxaq. Fosfor üçün hansı ifadələr doğrudur? Birdə deyir ki, kükürdlər reaksiyasında reduksiya olunur. Reduksiya olunubsa, deməli, oksidləşdiricidir. Oksidləşmə ədəsi azalıb. Amma fosfora diqqət edirək, fosforun oksidləşmə ədəsi 0 idi, müsbət 5-ə getdi. P2S 5. Deməli, burada reduksiya edici də oksidləşib. 1 yanlışdır. 2-yə diqqət edirək, xlorla reaksiyaya daxil olmur. Yanlışdır. Fosfor xlorla reaksiyaya daxil olduqda pxlor 5, əgər xlor çox götürülsə, az götürülükdə pxlor 3 əmələ gətirir. 2 yanlışdır. 3-də bildirilir ki, kalium xloratla reaksiya daxil olur. Bəli, doğrudur. Kalium xloratla reaksiya daxil olanda kalium xlor və P2O5 əmələ gətirir. 3 doğrudur. Düzgün cavab variantı deməli yalnız 3 B variantı. Keçək növbəti sualımızın izahına. 45-ci sualda. 45-ci sualda bizə bildirilir ki, kalsium, alüminium və dəmir götürülüb. Burada deməli duru sulfat turşusuyla alınan qazın həcmi. Biz də bilirik ki, belə bir qayda var idi ki, duru turşularla daxil olanda metallar valentliyinin yarısı qədər deməli hidrogen əmələ gətirirdilər qaz. Kalsiumun valentliyi 2-dir. 2-ni mən yarıya bölsəm 1. Deməli, 1 həcm, yəni 22,4 litr burada hidrogen əmələ gəlir. Alüminium 3 valentlidir. 3-ün yarısı 1,5 litr. 1,5-də 22,4-ə vuranda 36,6 litr. Dəmir, duru sulfat turşusuna qarşılıq təsirdə olun, diqqətli olun. 2 valentli aparır özünü. 2-nin də deməli yarısı 2/2 1 həcm. Yəni 22,4 litr. Deməli, A bərabərdir C-yə, kiçikdir B-dən. A bərabərdir C, kiçikdir B. Düzgün cavab variantı C variantı. Keçək 46-cı suala. 46-cı sualda 1 molun dissosiasiyasından daha çox ion əmələ gəlir. Düzgün cavab variantı D variantıdır. Kalium orta fosfatın dissosiasiyasından 3 kalium kationu əmələ gəlir. PO4 3 mənfi 1 anion əmələ gəlir. 3 üzərinə gəlsin 1, deməli bərabər olur 4-ə. Y variantına diqqət edirək, 1 kalium, 1 xlor ionu əmələ gəlir, ümumilikdə 2 ion. B-yə diqqət edirək, 2 hidrogen, 1 SO4 ionu, ümumilikdə 3 ion. C-yə diqqət edirək, 1 barium, 2 OH, ümumilikdə 3 ion. A-da da ki, 1 natrium, 1 OH ionu, 2 ion ümumilikdə əmələ gəlir. Düzgün cavab variantı D variantı. Növbəti suala baxaq. Növbəti sualda bizə deməli aminlər verilib, monoaminlər və bildirilir ki, ABC karbon atomlarının sayı bərabərdir alkil radikalının sayı. Biz də bilirik ki, radikalı çox olanın, deməli amin qrupunun əsaslığı çox olur. Bizdə verib ki, A-nın əsaslığı kiçikdir B-dən, kiçikdir C-dən. Ən çox əsaslıq C-dədir. C-də deməli bunları işarələyək Z, Y, X. Ən çox əsaslıq C-dədirsə, deməli ən çox radikal elə Z-dədir. Radikalda deməli
Z-də radikal sayı ən çoxdur. Məsələn 3, Y-də 2 ola bilər, X-də 1 ola bilər. Deməli 3, 2, 1 düzgün cavab variantı B variantıdır. Keçək növbəti sualımıza. Kalium, natrium, kalium üzərinə gəlsin oksigen, kalium O2 reaksiya bərabərdir. Natrium üzərinə gəlsin oksigen, buradan peroksid alınır. Natrium 2, O2. Deməli reaksiyanı bərabərləşdirsəm 2 natrium bura yazıram. Daha sonra litium üzərinə gəlsin oksigen, litiumda oksid alınır. Reaksiyanı bərabərləşdirdim və bildirilir ki, hər üçünü eyni mol miqdarında götürsəm, oksigenin kütlələrini müqayisə edim. Hər üçünü 1 mol götürsəm, 1 mol kalium reaksiya daxil olduqda 32 qram, M1 bərabərdir 32-yə. Daha sonra natriumu 2 mol götürəndə 32 qram oksigen alınır. 1 mol götürsəm 16 qram, M2 bərabərdir 16-ya. Litiumu mən 4 mol götürəndə 32 qram alınır, reaksiya daxil olur oksigen. 1 mol götürsəm 4 dəfə az, yəni 8 qram. 8 bərabərdir M3. İndi bunları müqayisə eləsək, M1 böyükdür M2, o da böyükdür M3. Növbəti sualımızın izahına baxaq. Təyin edici iyonlar verilmişdir. Deməli, sulfidlə birinci maddə hansıdırsa, sulfidlə bir də OH-la çöküntü əmələ gətirir. Kalsium ola bilməz. A, D variantları getdi. Çünki kalsium OH çöküntü deyil. A, D getdi, suda həll olur. B də getdi. Çünki karbonatla OH çöküntü əmələ gətirmir. Ya C olar, ya da Y olar. Sink OH2 çöküntüdür. Mis də sulfidlə də çöküntü verirlər. Y-ə diqqət yetirək. Hidrogenlə təyin olunur. Yəni hidrogenlə bu H2 karbon O3 ola bilər. Çünki parçalanmasından karbon qaz əmələ gəlir. Yəni təyinli reaksiya ola bilər. Deməli B düzgün gəlir. Z-ə də diqqət yetirək. Z OH-la deyir çöküntü əmələ gətirir. OH-la təyin olunur. Deməli bu da amonium hidroksid ola bilər. Amonium OH parçalanmasından amoniak əmələ gəlir. Amoniak da kəskinliyinə görə təyin etmək mümkündür. Düzgün cavab variantı C variantı. Keçək növbəti sualımıza. Növbəti sualda bizə deməli şərtdə bildirilir ki, ümumi formulu CnHgN-2 olan maddə molekulunda olan hidrogen atomlarının sayı, yəni 2n-2 hidrogeni var. Benzol sırası karbohidrogenlərin ikinci nümayəndəsi. Benzol sırası karbohidrogenlərin ümumi formulu CnHgN-6-dır. İkinci nümayəndəsi də C7H8-dir, tolol. Deyir, burada olan ikinci nümayəndəsinin molekulunda karbon atomlarının sayından 2 dəfə çoxdur. Karbon atomunun sayı 7-dir. 7-dən 2 dəfə çox, yəni 14-dür. Buradan da 2n bərabərdir 16-ya, n bərabərdir 8-ə. 8 karbon atomu var. A variantı. Keçək növbəti sualımıza. Növbəti sualda bizə maddə verilib. 2 xlor butadiyen 1,3. Butadiyen alkadenlərə aiddir. İkincisinə xlor birləşdirsəm və bildirilir ki, burada ikinci karbonun, yəni bunun oksidləşmə dərəcəsi və hibridləşməsi. Hibridləşməsi 2 qat rabitə ilə birləşdiyinə görə sp2 hibrid vəziyyətindədir və oksidaşmə dərəcəsi 1 xlor birləşib. Xlorun öz oksidaşmə dərəcəsi -1-dir. Karbon xlora nisbətən deməli daha reduksiya edici, yəni xassə göstərir burada. Ona görə də 1 elektron verir. Verirsə müsbət 1 olur. Müsbət 1 sp2 hibridləşmə. Düzgün cavab variantı Y variantı. Keçək növbəti sualımıza. 52-ci sualı. 52-ci sualda reaksiya tənliyini yazıram. Üzərinə gəlsin B, 2C alınır. Tarazı qatılıqlarını verib C-də 0,4, B-də 0,2, B-də 0,4, A-da 0,2. Tarazlıq sabiti. Tarazlıq sabiti də bildiyimiz kimi reaksiyadan alınan maddələrin tarazlıq qatılıqlarının qüvvəti yüksəldirik, bölünür. Reaksiya daxil olan maddələrə. C-nin tarazlıq qatlığı 0,2-dir, əmsalı 2-dir. 0,2 üstü 2 bölünsün. A-nın tarazlıq qatlığı 0,2-dir, əmsalında da 2 var, üstü 2. Vurulsun B-nin tarazlıq qatlığı 0,4-dür, əmsalı da 1-dir, ona görə də vurulsun 0,4. Bərabərdir. Deməli 0,4 bölünsün 0,4 vurulsun 0,4. %4'lər ixtisar gedir. Alınır nə? 1 bölünsün 10'da 4. 1 bölünsün 10'da 4. Bu da bərabərdir. Deməli 10 bölünsün 4'də tərsinə çevrilir 2,5. Düzgün cavab variantı C variantı. Keçək növbəti 53-cü suala. 53-cü sualda polyar kovant rabitəli maddələr. Polyar kovant rabitələr qeyri-metal atomlar arasında olur. Yalnız polyar kovalent. Polyar kovalent isə yəni eyni element atomları ola bilməz. Bu qeyri-polyardır. Müxtəlif iki qeyri-metal atomlar arasında və yaxud da 3 də ola bilər. Birdə diqqət yetirin H2 var. H2-də qeyri-polyar kovalent rabitə var. Polyar deyil.
düzgün cavab variantı ola bilməz. C-də baxın xlor 2, N2, yod 2 var. Onlar qeyri-polyar kovalent rabitədirlər. O da ola bilməz. D 5-də və 6-da oksigen və flor var. Onlar da qeyri-polyardır, ola bilməz. Düzgün cavab variantı deməli 2 və 4-dür. 2 və 4-də polyar kovalent rabitəli maddələr var. 54-cü suala baxaq. 54-cü sualda bizə sualda verilir ki, hansı monomer təbii polimer əmələ gətirmir? Təbii polimer zilallar təbii polimerlərdir və yaxud da polisaxaridlər təbii polimerlərdir. A variantında beta glikoza selluzanı əmələ gətirir. İkincidə alfa glikoza nişastanı əmələ gətirir, təbii polimerdir. 3 və 6 amin turşudur, zilal əmələ gətirir, təbii polimerdir. Düzgün cavab variantı 4, 6 təbii polimer əmələ gətirmir. 55-ci suala baxaq. 55-ci sualda bizə piritin yanma tənliyini verir. Əmələ gəlir dəmir 2O3 və SO2. Bu zaman deməli burada oksigenin əmsalı 11-dir. 22 oksigen, deməli 2 dəmir 2O3, 8 SO2. Bildirilir ki, hansı ifadələr doğrudur? Kükürdün oksijeşməsi -2-dən müsbət 4-ə gedib yanlışdır. Burada kükürdün oksijeşməsi -1-dir. Bir yanlışdır. Reaksiya məhsullarından biri dəmir 2O3-dür, bəlli doğrudur. 3-də oksigenin əmsalı 11-dir, bəlli doğrudur. Birləşmə reaksiyasıdır, yanlışdır. Deməli, birləşmə reaksiyası yəni bir maddənin alınması ilə nəticələnməlidir. Burada bir maddə alınmayıb. 56-cı suala diqqət yetirək. 56-cı sual deməli bizə deyir ki, mis sulfatın elektrolizi, mis sulfat elektroliz eləyən düzənə gəlsin H2O əmələ gəlir mis H2SO4 və anodda oksigen əmələ gəlir. Bu zaman deməli reaksiyanı bərabərləşdirsək, mis SO4-ün əmsalı olur 2, suyun əmsalı olur 2, misin əmsalı 2 və mis H2SO4-ün əmsalı 2. Daha sonra bildirilir ki, alınan bu mis qatı nitrat turşusu ilə qarşılıqlı təsirdə olur. Misin də qatı nitrat turşusu ilə qarşılıqlı təsirdə olması zamanı NO2 əmələ gəlir və su ayrılır. İndi bizdə deməli reaksiyanı bərabərləşdirsək 4 nitrat turşusunun əmsalına yazılır, 2 NO2 və 2 mol su. Şərtə əsasən bildirilir ki, 126 qram qatı nitrat turşusu ilə reaksiya daxil olmuşdur. 126, 63 vurulsun 4 deməli qram nitrat turşusu reaksiya daxil olanda burada 64 qram mis reaksiya daxil olur. Bizə deyir 126 qramda 63 vurulsun 2-dir. Bu zaman X mis reaksiya daxil olur. Deməli, buradan X-i müəyyən edək. 63-lər ixtisar gedir. X 64 vur 2, 128. 128 bölünsün 4. X bərabər olur 32-yə. Yəni, 126 qram nitrat turşusu reaksiya daxil olan zaman 32 qram mis reaksiya daxil olur. Buradan da bizə bildirilir ki, neçə qram turşu alınır? Biz də burada görürük ki, 64 vurulsun 2 mol, yəni 128 qram mis alınanda, 128 qram mis alınanda 196 qram, yəni 98 vurulsun 2 qram sulfat turşusu reaksiya daxil olur. Bəs 32 qram mis alınanda nə qədər sulfat turşusu reaksiya daxil olur? X də bərabərdir 49-a. Keçək növbəti sualımıza. Növbəti sualda bizə oksijeşmə reduksiya reaksiyalar verilir. Molekul daxili, molekullar arası öz-özünə. Öz-özünə oksijeşmə reduksiya reaksiyası deməli maddə bir oksijeşmə əleyhisinin 2 müxtəlif oksijeşmə əleyhisinə getdikdə olur. Y-yə diqqət yetirək. Xlor üzərinə gəlsin natrium OH. Buradan əmələ gəlir natrium xlor, natrium xlor O və su. Deməli, burada xlor sıfırdan gedir -1-ə və müsbət 1-ə. 2 oksijeşmə əleyhisinə getdi, bu olur öz-özünə. Bir də B variantına diqqət yetirək. NO2 üzərinə gəlsin su. Temperaturun iştirakı ilə qarşılıqlı təsirdə olanda nitrat turşusu əmələ gəlir və NO əmələ gəlir buradan. Azot müsbət 4 oksijeşmə əleyhisindən 2 müxtəlif oksijeşmə əleyhisinə müsbət 2-yə və müsbət 5 oksijeşmə əleyhisinə getdi. Ona görə də bu da öz-özünə oksijeşmə əleyhisidir. Oksijeşmə reduksiya reaksiyasıdır. Molekul daxili və molekullar arası. Molekul daxili reaksiyalar parçalanma reaksiyaları olur. Parçalanma reaksiyası da burada C variantı nümunə göstərə bilərik. Gümüş nitrat. Oksijeşmə əleyhisi 2 müxtəlif elementdən gedir 2 müxtəlif elementə. Burada NO2 alınır, bir də oksigen alınır. Gümüş bir maddənin tərkibində olmalıdır oksidaşdırıcı, reduksiyacı müxtəlif elementlər. Gümüş burada müsbət 1-dən gedir 0-a. Azot da burada müsbət 5-dən gedir müsbət 4-ə. Deməli, C də uyğun gedir 1-ə. Molekullar arası oksidaşma dərəcəsi isə deməli
Burada A aiddir. NO üzərinə gəlsin oksigen, əmələ gəlir NO2. Deməli 2 maddədir. Bir birləşmənin tərkibinə keçir. Müsbət 2-dən gedir müsbət 4-ə, 0-dan gedir mənfi 2-yə. Düzgün cavab variantı deməli A variantıdır. D niyə molekul, daha doğrusu 2-yə gedir A variantı. Niyə D molekullar arası olmur? Çünki oksidaşma əlisi dəyişən elementlər eyni elementdir. Karbon O2 karbon əmələ gəlir dəm qazı. 0-dan gedir müsbət 2-yə, burada da 4-dən gedir müsbət 2, eyni element atomudur dəyişən. Və A-da diqqət yetirin, NO və oksigen fərqli-fərqli element atomlardır. Sonra keçirik situasiyalara. Situasiyalar deməli müəllim deyir mis qatı sulfat turşusu. Mis üzərinə gəlsin qatı sulfat turşusu. Əmələ gəlir mis sulfat, deməli SO2 və su əmələ gəlir. Reaksiya tənliyi bu şəkildədir. Daha sonra isə deyir ki, reaksiya nəticəsində əmələ gələn deməli maddənin biz nə ilə kalium OH ilə reaksiyasını yazaq. Mis sulfatın da kalium OH ilə reaksiyasından əmələ gəlir göy çöküntü, mis 2 hidroksid və kalium 2 SO4 ayrılır. Reaksiyanı bərabərləşdirsək, mis 2 hidroksid 2 OH var. Burada 2 kalium reaksiya bərabərdir. Burada da reaksiyanı bərabərləşdirdikdə sulfat turşusunun əmsalını 2 yazıram. Bir də suyun əmsalını 2 yazıram. Reaksiya bərabərdir. 1 və 2-ci şərtimizi yazdıq. Ayrılan qazın və çöküntünün. Qaz burada SO2-dir. Kəskin boğucu qaz. Çöküntü də mis OH2. Rəngi də göy rənglidir. Daha sonra 60-cı situasiyaya baxaq. 60-cı situasiyada reaksiya tənlikləri deməli yazılır. Mis üzərinə gəlsin sulfat turşusu. Deməli əmələ gəlir mis sulfat, SO2 və 2 mol su H2O. Bir də həmin mis sulfat üzərinə gəlsin 2 mol kalium OH. Əmələ gəlir mis OH2 və kalium 2 SO4 sulfat. Və bizdə burada deyir ki, qrafikə baxaq. Deməli 9,8 qram göy çöküntü əmələ gəlir. Göy çöküntü mis OH2-dir. 98 qram olanda deməli burada 160 qram mis sulfat sərf olunur. Bizə deyir ki 9,8 qram sərf olunursa x bərabərdir 16. Deməli 16 qram mis sulfat sərf olunur. Bizdən deməli nəyin kütləsini istəyir? A misin kütləsidir. Burada 160 qram mis sərf olunanda 64 qram mis alınır. 16 qram sərf olunanda isə 10 dəfə az, yəni 6,4 qram